Ata, həmişə arzuluyordun ki, gəlib buradakı şəraitlə tanış olasan. Düz həmişə gəlirdin. Düzdür. Amma bu ikinci yaşayış kompleksində ilk Bəli. dəfə də olursan da. Bəli. Az öncə biz çəkilişimiz zamanı öz ata-baba yurdumuzda Seyidli kəndinə getmişdik. Oradakı şəraitlə tanış olduq. Gördük ki, ermənilər, vandallar bizim evlərimizi yerlə bir eləyib. Bəli. İndi həmin o vəziyyətdən gəlib düşmüşük müasir bir yaşayış kompleksinə. Hansı ki, burada Ağdamdır. Əlbəttə, burada Nə hisslər keçirirsən? Yəni çox Ağdamımızın belə gözəlləşməsi səndə hansı hissləri doğurur? Vay, bu heç sevincimin düzdür, həddi yoxdur. Hı-hı. Bir də ki, yəni belə işıqlan gözəl tikilləri gördüm, çox hayl-mayl oldum. Yəni belə inanmazdım ki, bugünkü gündə bu tezliklə bu şəhəri belə salmaq, Bəli. mənə çox belə nətər deyim, mənim üçün çox belə sevincli haldır da. Yəni belə gözəl şəhər salmaq, əhaliyə belə gözəl binaları tikmək, belə uşağın parkı çox gözəl. Bəli, əyləncəsi üçün hər şey nəzərdə tutulur. Yəni dövlətimiz gələcək nəsil üçün bunu şəraiti qurub yaradır. Sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Burada yaşayanda işindən gəldin, maşını ver qarajına, rahat Bəli. oradan liftlə qalx yuxarı. Görün necə gözəl. Çox gözəl, çox qəşəng, təmiz. Hər dönüşlərdə iznak, svetofor, nişanlar. Bəli, yol nişanları, bəli, hər yol bir. nişanları, velosiped yolu. Az öncə dediyim kimi, ən incə detalına qədər bu şəhərdə düşünülür. Çox. Yəni müasir gözəl şəhərdir. müasir, çox gözəl müasir. Müasirlik gözəldir. Amma bu şəhəri gözəlləşdirəndə elə Ağdam sakinləri olacaq. Bəli. Ağdamlar olacaq. Burada 30 il həsrətində yaşayan o insanlar olacaq ki, gələcək burada rahat şəkildə indən belə həyatını davam elətdirəcəklər. Bəli, Elə bizim- biri də biz olacağıq. Amma indi bilmirəm, bizə ikinci yaşayış kompleksinə yoxsa dördüncü yaşayış kompleksinə verəcəklər. Çünki bizim Seyidli kəndində dördüncü yaşayış kompleksi Dördüncü tikilir. yaşayış Yəqin kompleksi. ki, biz ora düşəcəyik. Amma yenə də burada yaşayanlar inşallah xoşbəxt yaşasınlar, təbii ki. Amin. Bülent Dərimiz Heydərli prezidentimiz o vaxt demişdi ki, Hı-hı. Ağdam cəmaatını qurub yaradan cəmaatdır. Bəli. Ağdam cəmaatını dedi ki, qoy düzü bir biyabana, oradan qururlar, yaradırlar. İstəyir Bəli. ticarət, istəyir nə cəhətdən desən, onlar deyir qurub yaradan cəmaatdır, qonaqpərvər cəmaatdırlar. Ona görə də cənab prezident xüsusi diqqət ayırdı ki, Bəli. Ağdam şəhəri gözəl Böyük- şəhərlərdən gözəl biri şəhər, olmalıdır. bəli. Müasir şəhərlərdən biri Dünyada olmalıdır. dedi ki, dördüncü İndi də Azərbaycanda dördüncü böyük şəhər olmalıydı. oldu, bəli. Elə də olur. İlkin nəticəsi bax bu ikinci yaşayış İnşallah da kompleksidir. ardıcıl da davam edir. Davam edəcək, əlbəttə ki, davam edəcək. Hələ burada digər yaşayış kompleksləri də olacaq. Və inşallah ki, hər Hələ- birimiz, bütün Ağdamlar köçəcəyik, buranı daha da gözəlləşdirəcəyik. Gözəlləşdirəcəyik. Bilirsiniz ki, Ağdamlar ticarəti ilə məşğuldur. İnşallah ki, burada gözəl bir bazar tikiləcək. Elə yenə qabaq olduğu kimi bütün başqa bölgələrdən Ağdama ticarət üçün gələcəklər. Bazardan alış-veriş etmək üçün o gələcəklər. vaxtda O vaxtları deyirdilər son danışın. ki, məsəl üçün Moskvada tapılmayan nəsə bir şey gəlirdin Ağdama, onu əldə edə bilirdin. O tarix kitablarında da var. Mən Var, oxuduğum var. tarix O kitablarında da var ki, Arxivlərdə o var. vaxtlar elə düz deyir, atam düz deyir. O vaxtları başqa ölkələrdən yəni tapılmayan ki şeylər vardı. Onu gəlib Ağdam bazarına tapırdı. İndi inşallah ki prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dedi ki, Ağdam bazarı yəni özəl sahədir və onu indi sahibkarlar gəlib vəsait qoyub tikəcəklər. Tikəcəklər. Amma oradakı şəraiti kim quracaq? Ağdamlar. Ağdamlar quracaq. Ticarəti Ağdamlar quracaq və inkişaf Ticarətlə məşğul etdirəcək. olanlardır. Qardaşımız oradan bizi izləyir. Hə. Onu da bura dəvət edirik. Gəl bura. Gəl bura. Yəni Gəl bura sal verəcəm sənə. Orxan, o vaxtları Hə. yəni ən bahalı, ən modlu olan kostyumu hardan tapırdın Ağdamdan? Gəlirdin Ağdam bazarına, məsəl üçün deyirdin ki, bax, mənə filan razmerdə kostyum lazımdır. Elə bil əyninə ölçülüb biçilib. Nətər onu tapırdı, dayış. Ona fikir vermirdin ki, ucuzdur, bahadır, bu qiymət mənə deyir, ona fərq eləmirdi. Özü mənim Ələsgərəmdə dərzilik ilə Sağ məşğuldur. ol. O vaxtları tikirdilər, satırlar. Bəli. Hətta o vaxt siz demişdiniz ki, biz Ağdamdan bir çamadan pulla gəlmişdik. Bəli. Hansı ki onu dərzilikdən, qutqa Dərzi- tikməkdən qazanmışdıq. Qutqa aşılırdı. Hə, qutqa aşılırdınız. Layka qutqa əmim tikirdi. tikirdi, Bəli, layka layka qutqa qutqa tikirdi. tikirdi. Onu satırdılar. O vaxtları elə 95-ci ildə əmmin toyu olmuşdu.
bir çamadan pulla Ağdamdan çıxanda gəlmişdilər. Qazaxıstandan bir də mən özüm evdə Hı. o kutkanı mən özüm aşılayırdım. Hı -hı. Günün işə girdim ki, gəlib o kutkanı özüm aşırdım. Hazırlayırdım, verirdim, ələskələmin tikirdim. Hə. Nətər oldusa bu bir nömrəli məktəbin qabağında aptek vardı. Onun qabağında bir Qazaxıstan müştərisi gəldi, mənə yaxınlaşdı. Dedi ki, bəs mənə kutka lazımdır. Dedim, mənim gözüm üstə. Bu dedi ki, onlar səhər-səhər zavtrıq eləyir. Dedim, mənim gözüm üstə, gedək. Gəldik bu çay evinə. Hə. Gəldik, dedi ki, səhər yeməyi bizə bal, qaymaq, yuxat, təndir çörəyi. Dedi, ilahi pərvərdiyara, bu gözəl. Harda var? Harda var belə səhər yeməyi? Bu nə gözəldir. Dayı məndən girdik nədir, bazara. Orada da ki, tərəvəzini, reyhanın, pomidorun, ilahi bu hayl-mayl qaldı da. Qardaşa deyirəm, gəl sən də çəkin, kənardan bizi izləyir. O qədər gözəl danışsan ki, adam elə oturub seyr eləmək istəyir, amma nə qədər elədim, gəlmədi bura. Hə. Bəli, doğrudan sağ olsun. Buranın işçiləri hamısı sağ olsun ki, Sağ canla olsunlar. başla işlədilər və belə gözəl bir şərait ərsəyə gətirdilər. Özümdəki o qədər sevmişdiyəm ki, sevincimdən belə boğuluram. İnan ki, bu arvadların söz olmasa, kişilər deyir, ağlaya bilmir deyən ona görə boğulur. Bilirsiniz, hamı öz boşalır, doğulduğu yeri belə gözəl görəndə, əlbəttə ki, hamının ürəyi açılır. Ana vətəni də, bura vətəndir də, vətən. Şəhid anaları, şəhid atalar sağ olsun ki, elə cəngavər, igid, qəhrəman övladlar yetişdirdilər. Bu işlər və hamısı. Onlar da aldılar torpağımızı bizə Bəli, verdilər. bəli, Sağ olsun. bəli. Allah şəhidlərimizin yerini Allah cənnət qənim eləsin. eləsin. Qazilərimizə də can sağlığı Bəli. versin. Allah şəfa versin Amin, onlara da. Amin. Əziz dostlar, az öncə kamera arxası bizi seyr edən qardaş buydu. Axır ki, razılığa gəldik. Onu da çəkək, efirimizdə göstərək. Cəlal qardaşımız, çox sağ ol. Sən də buranın işçilərindən birisən. Bax belə, mən həmişə bura gələndə ən birinci bu işləri görən ustalara, fəhləsindən tutmuş proqrafına kimi hər birisinə öz təşəkkürümü bildirirəm ki, yəni sizlərin sayənizdə belə gözəlliklər meydana çıxıb, düzdür? Yəni bir insan pulu buraxa bilər ki, bu evi tik ver mənə. Amma usta onu gözəl tikməsə, inan Allaha o pul da batacaq, o ev də vaxtı gələcək, məhv olub gedəcək. Amma onu, bu gözəlliyi yaradan kimdir? Ustalardır, buranın işçiləridir. Cəlal, mən sənə təşəkkür edirəm. İlk növbədəki sən də, yəni bu ikinci yaşayış kompleksinin tikintisində sənin də əməyin olubdur. Nə deyə bilərsən? Bir Ağdamlı kimi sən nə hisslər keçirirsən? Şəhərimiz belə gözəlləşir. Vallahi şəhərimiz günə-günə gözəlləşir. Allah hamısının canı sağ eləsin. Xalqımıza, millətimizi qorusun. Bəli. Allah cənab Ali Baş komandanımızı qorusun. Allah onu Amin. sağ eləsin. Amin inşallah. Allah sizi də var eləsin. Yenə də deyirəm. Siz bu gözəllikləri yaradanlardan birisiniz və tezliklə bura Ağdam sakinləri köçəcək. Bəli, bəli. Siz də qürur duyasınız ki, bəli, bəli. bunu mən tikdim, mən qurdum, yaratdım. Elə bizim sakinlər, Ağdamlarımız gəlsin burada rahat yaşasın Bəli, deyə. bəli. Düzdürmü? Bəli, bəli. Təşəkkür edirəm sənə. Sağ ol. Var ol. Bax mənim ikinci yaşayış kompleksindəyik. Az öncə öz ata-baba yurdunuzu gördünüz. İndi də gətirdim sizi rayonun mərkəzinə, ikinci yaşayış kompleksinə. Hansı ki, bu yaşayış kompleksi, necə deyərlər, istifadəyə hazırdır və bu yaxınlarda bura köç olacaq və cənab prezidentimiz tərəfindən açılış həyata keçiriləcək. Operatorumuz çəksin, orada bütün binalar, bu tərəfə də çəksin, bütün binalar hamısı bayraqla üzlənibdir. İndi, bax müəllim, bu gözəlliyə nə deyirsiniz? Doğrudan da İlk hissləriniz nədir, bax bu gözəlliyi çox görün? gözəl. Mən Rusiyadan çox yerlərində olmuşam. Həqiqətən belə bir gözəlliyə rast gəlməmişəm. Birinci səfərdə belə gözümə inana bilmirəm ki, oradan bura adam deyəm. Bəli. Həqiqətən çox gözəl, çox dəyərli. Çox sağ olsun cənab prezidentimiz. Əlbəttə çox sağ olsun. Var olsun ki, yəni şəhəri gözəlləşdirir, həm də özəlləşdirir. O özəllik nədən ibarətdir? Bizim şəhərimiz başqa bölgələrdən, başqa şəhərlərdən seçilir. Çünki müasir şəhərdir. Bu şəhərdə bir dənə, necə deyim, pis bir şey yoxdur. Hər şey incə detalına qədər düşünülüb. Ən müasir nə varsa, bütün müasirlik burada tərənnüm olunur. Doğrudan da. Burada əks olunubdur. Yəni binalar və bütün, baxın, belə yaşıllıqlar, hər binanın
arası, yəni məhəllə arası bütün ərazilər yaşıllıqdır. Baxın, bura mərkəzi hissədir, yoldur. Yəni küçələr arası yoldur. İnsanlar çox rahat şəkildə hərəkət edə biləcəklər. Bəli, hər binanın altında dəyərli dostlar, yeraltı qarajı olacaqdır. Və insanlar öz maşınını rahat şəkildə qaraja verib yuxarıya liftlə öz evinə qalxa biləcəkdir. Yəni burada basırıq, sıxlıq olmayacaq. Çünki heç kim maşınını çöldə saxlamayacaq. Hamı içəridə rahat verdi, qalxdı evinə. Necədir şərait? Əla, doğrudan da əla. Həqiqətən. Yəni bu dövlətin məcburi köçkünlərə olan məhəbbəti, sevgisidir. Əlbəttə. Cənab Prezident çıxışlarının birində demişdi ki, 30 ildir məcburi köçkünlər öz dədə-baba yurdundan didərgin düşmüşdü. Nə cür ağır vəziyyətdə yaşamışdı. Biz el eləməliyik ki, onlar indən belə həyatı gözəl olsun, müasir olsun. Yəni, Ağdam şəhəri də müasirliklə ayaqlaşan bir şəhərdir. Hətta deyərdim ki, heç Avropa ölkələrindən, oradakı şəhərlərdən geri qalmır. Hətta o şəhərləri də üstələyir. Doğrudan da elədir. Bəli. Həqiqətən belə gözəllik heç yanda olmuyor. Baxın, şəhərin düz mərkəzidir. Mərkəzi küçəyə çıxdığın zaman, evindən düşdüyün zaman orada məscidi və orada ucalan 3 mərtəbəli çay evini görəcəyik. Yəni, çox müasir gözəl, çox binadan gözəl. düşən hər bir kəs, hər bir Ağdamlı, o qədimi bizim əsrlərdir yaşayan məscidimizi görəcək və həmişə o köhnə Ağdamı xatırlayacaq. Necə bir histir? Doğrudan da çox gözəl hissdir. Çox ayrı hissdir. Adam gözünə inana bilmək üçün Bəli. doğrudan, bura doğrudan da Ağdamdır. Bəli. Həqiqət. İlk dəfədir Vaqif müəllim Seyidli kənd sakindir və şəhərə ilk dəfədir, yəni bu bölgəyə ayaq basır və doğrudan da həqiqətən də üzündən bəllidir ki, öz necə deyim, sevincini, təəccübünü gizlədə bilmir həqiqətən. Çox gözəl, çox gözəl. Çox gözəl. Əla, əla. Burada olan Yaşamağa hər bir dəyir, şey yaşamağa dəyir. insanın, burada yaşayan insanların rahatçılığı üçündür. Elə Əlbəttə. bax, yeraltı qarajın olmağı belə, Əlbəttə, gör nə əlbəttə. qədər rahatçılıqdır. Hə, Küçələr boş olacaq. Burada gəzişən insanlar rahat şəkildə obyektlərdən alış-verişini edə biləcək. hə. Görün necə gözəl bir rahatlıqdır. Hər bir hə. Və Vaqif müəllim, bütün məhəllələrin arası parkdır. Yəni mən az öncə çəkilişimdə demişdim ki, çay evin ərazisi mərkəzi parka düşür, amma nəzərə alın ki, düzdür, ora böyük bir geniş şəhərin mərkəzi park olacaq, amma mərkəzi parka hər dəfə gedə bilməyən insanlar, ailələr elə blokdan düşəcəklər, mərtəbədən düşəcəklər aşağı liftlə və hər bir məhəllənin ortası belə parkdır. Çox gözəl, çox gözəl. Çox gözəl. Rahatçılığa bax ha. Çox gözəl. Nəvəni düşürdəsən aşağı, Hə, qəşəng burada oynasın, hə. oynasın da. Sən də öz necə deyim, öz yaşlılarınla burada söhbət Hə. edə bilərsən. Baxın burada siz yaşda olan insanlar üçün, baxın ortada gənclər üçün şərait yaradıblar. Hər binanın arasında orada söhbətgahlar qoyulub ki, insanlar orada otursun. Qoca, ahıl yaşlı insanlar, orta yaşlı insanlar, yəni yağış yağarsa, əgər parkda otura bilməyəcəklərsə, orada oturub söhbətini eləsinlər. Çox əla. Bu parkda da ki, mükəmməl, gözəl bir şərait yaradılıbdır. Bizim uşaqlar üçün, onların əyləncəsi üçün karusellər və digər idman edən şəxslər üçün də burada şərait qurulubdur. Yaşıllıq, müasirlik göz oxşayır həqiqətən. Əla, çox əla. Vaqif, bu Seyidlinin ana yoludur. Yəni qiyaslıdır, Papravənddir, üzü aşağı Maqsudidir, Şahbulaq yolu da bu yol. O buradan da düz gedəndə düz çıxırdın məscidin üstünə. Yəni məscid görükür. Bu İzdaniyada, yəni Sarıtəbənin okurğu var idi. Hə. Bir yol gedirdi bazara tərəf, bir yolda məscidə tərəf gedirdi, bir yolda sağa qayıdırdı. Əhmədavara tərəf. Hə. Yadına O yol, düşdü. hə, bu şey Sarhazla tərəfə Sağ ol. gedirdi, hə. Ay sağ ol. Sonra Hə, burada da sonra- Süleyman müəllim Bəli. bir nömrəli direktoru. Bəli, bir nömrəli Hə. direktor deyib, bax o kran dayanıb. Hə. Orada onların məhləsidir. İndi düz deyil, hər şey yenidən qurulur deyin. Yəni o söküntülər təmiz yığışdırıblar, söküb də götürüblər. Hər şey yeni məhəllədən başlayır. Hə, ona görə də bax adam istəyir ki, belə bilsən, adam fikirləşir ki, sən
gördüğün o vaxt deyil də. İndi Ha, hər şey yox, yenidən doğrudan başlayır deyir. da. Bizim də yaşımız o yaş deyil ki, şükür Allah'a. Allah devlətimizə, prezidentimizə dəyməsin. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Allah qazilərimizə can Amin. sağlığı versin. Amin, Kim amin. inanardı ki, sən gəlib bugünkü gündə belə izdaniyaları, belə Doğrudan da. hey belə Adam heç şəxsən mənə gözünə çox təəccüb inanmırsan. Hə, doğrudan Ha, ki belə bir şey inanmaq var. bilmirsən. Hə, O ekskavatordakı iş Ha. görür ha. Orada Ha. sizə çönək yoldu. İndi Ha, sağlıq olsun. siz- İndi ha. operatorumuz da götürüb ora gedəcək, orada da çəkiliş aparacağıq. hə, hə. Ondan da biraz ayna getsəm mənim ata yurdumdur, öz yurdumdur. İndi O tərəfdə yenə o şey Sərhaciliyə gedən yol idi. Orada, Sağ ol. o tərəfdə. bura bir yolda gelirdi şehre, bazarın içine. Bu İzdaniye da sağ tepenin kurucudur. Bir tane İzdaniye'miz bizim oraya çıktı. Bu da Seyitli'yle kıyaslı Patrabend'in ana yolu.